1077 sifət Əlxan Musayevin səsini dinləyin. Sualda deyilir ki, sizin gizlin səs yazınızı sosial şəbəkələrdə paylaşırlar və əqidənizi gizlətdiyinizi deyirlər. Bu haqda nə deyə bilərsiniz? Həmin o şəxsi məclislərdə, bilmirəm indi, gizlindən kim yazıb, o cəsusluğu edib, o cəsusluğa da görə qiyamət günü cavab verəcək o öz yerində. Görün bu insan nə deyir? Deyir ki, sizin sual soruşurlar, gizli səsinizi yazıb paylaşırlar. Bu da deyir ki, onlar qiyamət günü hesab verir, casusluq edirlər. Ya elm məclisində, elm yaymaqda casusluq, gizlilik mi var? Niyə qorxursan? Bu özü dəlildir ki, bu insanın neçə sifəti var. Ümumidə insanlara başqa danışır, gizli məclislərində təkfirçilərin, xavaricilərinə onlara uyğun danışır. Və beləliklə ölkəmizdə təkfirçi, xavarici gündən günə artır. Allah bunun şərindən qorusun. Və bu da onun öz etirafı. Buna nə deyəcəksiniz? Ey təqlid edənlər! Subhanallah! Görün sizin balalarınızı necə aldadır. Üzdə başqa, gizlində isə təkfirçi, xavaric, işitçilik və o bərbad, fəsad əqidəsini yayır və bu da bunun etirafı. Elm əhli, sən haqqı deyirsənsə, niyə qorxursan ki? Yazsınlar da səsini. Həmçin bu dəlildir ki, bu gizli məclislərdə telefonları söndürtdürür, yazmayın deyir mənim səsimi. Çünki orada danışıqları istəmir o bir şey ümumiyyət çıxası olsa, görəcəyik bu insan təkfirçi, necə ki çıxdı səsi. 3 dənə səsini yaymışdır, orada Azərbaycan xalqını təkfir elədi, xavaricilər kimi danışdı, işçilər kimi danışdı. Subhanallah. Həqiqətən də bu ölkəmiz üçün ən böyük şərdir və bu Əlxan Musayevin sayəsində nə qədər ölkəmizdə təkfirçilik, xavarici və dövlət əleyhinə, xalq əleyhinə, dövlətçilik əleyhinə nifrət edən dindar bir kütlə yaranır. Bu, Seyyid Qutbun qoyduğu, ixvanlığın qoyduğu əsasdır. Gizli məclislər təşkil edin, gizli məclislərdə insanları dövlət əleyhinə, xalq əleyhinə, dövlətçilik əleyhinə, rəhbər əleyhinə nifrətlə tərbiyə edin. Bu da özü səsi ilə sübut olundu. Biz heç zaman ona iftira atmamışıq. Allah bunun şərrindən qorusun xalqımızı, vətənimizi, millətimizi, dövlətimizi, dövlətçiliyimizi. Amin.